Aparıcı İlkin Həsəni iyunun 21-də Bakı Kristal zalında Azərbaycanda ilk dəfə keçirilən UFC turnirində şahidi olduğu xoşagəlməz hadisədən danışıb. Demokrat az axşamaza istinadən xəbər verir ki, o sosial şəbəkədə video paylaşaraq bəzi tanınmış idmançıların zalda başqalarının yerində əyləşdiyini bildirib. Tədbirə baxırdıq. Qarşımızdakı sırada tanınmış idmançılar əyləşmişdi. Aralarında hətta olimpiya çempionu da var idi. Adını səhməyəcəyəm, amma çox hörmət etdiyim bir insandır. Onlar kiminsə yerində əyləşmişdilər. Tədbir başladıqdan 30 dəqiqə sonra 14-15 yaşlı yeniyetmələr əllərində biletlə gəldilər və idmançılara dedilər ki, bura bizim yerimizdir. Əyləşmək istəyirik. O idmançılardan biri çox kobud şəkildə əlini yuxarı qaldırdı və dedi ki, gedin yuxarıda, harada istəyirsinizsə əyləşin, nə qədər boş yer var. Sonra sol tərəfdəki sektoru göstərdilər və uşaqlar gedib orada əyləşdilər. Biraz keçdikdən sonra həmin yerin sahibləri də gəldi və uşaqlar çıxıb getdilər. Bir müddət sonra isə təhlükəsizlik əməkdaşları həmin yeniyetmələrlə birlikdə idmançılara yaxınlaşdılar. Və dedilər ki, uşaqların valideynləri zəng ediblər ki, onlar öz yerində oturmalıdırlar. Təsəvvür edin ki, həmin idmançılar ayağa durdular və uşaqlara nifrətlə baxa-baxa onları oranı tərk etdilər. Sözümün canı odur ki, hörmətli tanınmışlar, idmançılar, publik şəxslər, sizə hörmət edirik. Bayrağımızı qaldırırsınız, sizinlə fəxr edirik. Amma inanın ki, yollarda, marketdə, hava limanı kimi növbə olan yerlərdə sıra mədəniyyəti pozularsa, bu tip böyük tədbirlərdə başqasının yerində oturub və get başqa yerdə əyləş deməklə həmin o qazandığınız hörmət bir saniyə içində yox olur. Bütün tamaşaçı tanınmışlara da demək istəyirəm ki, kənardan bax belə gülünc görünürsünüz. Bunu nəzərə alın.